Abituriyentlər, bugün imtahanda iştirak edən abituriyentlər, hər birinizə uğurlar arzu edirəm və bugün imtahanda olan 3 qısa mətnin izahı ilə davam edəcəm. İlk öncə tərcüməyə diqqət edək. Join our summer camp for kids today. Bugün uşaqlar üçün təşkil olunan yay düşərgəsi kampına qoşulun. We have fun games, arts and competitions. Bizim orada yəni rəssam, belə deyək, rəsm dərnəyimiz və yaxud da yarışlar, əyləncəli oyunlar olacaq. You can also make new friends here. Hətta orada yeni dostluqlar qazanacaqsınız. There will be special discount for the second child of the same family. Yəni eyni ailədən gələn ikinci uşaq üçün də biz endirimlər edəcəyik. It is the last day for our signing up. Yəni qeydiyyatın artıq sonuncu günüdür. Və mətnə görə variantlara diqqət edək. Discount for all kids who can participate in the camp. Kampda iştirak edən bütün ailə üzvlərinə endirim. Xeyr. Eyni ailənin ikinci üzvü kimi qeyd olunur. İkinci uşaq gələrsə eyni ailədən, o zaman endirim olunacaq. B variantında only one child from family is allowed to attend the camp. Yəni ailədən yalnız bir uşağa kampa belə deyək qəbul icazə verilir. Xeyr, burada second child sözü var. Yəni ikinci bir şəxs də gələ bilər ailə üzvlərinə. Sonra üçüncüyə baxırıq. The camp provides children with different activities. Yəni kamp uşaqları müxtəlif məşğuliyyətlərlə, məsələn burada göstərmişdi games və yaxud da arts, competition, yarışlar, oyunlar və s. təmin edəcək. Bəli, bunlar maraqlı məşğuliyyətlərdir. C doğru cavabdır. D-də isə signing up for camp will last till the end of the next week. Gələn həftənin sonuna qədər qeydiyyat, amma burada isə last day, artıq sonuncu gündür, yanlışdır. D-də the second child of a family can attend the camp for free. Ailənin ikinci uşağı pulsuz. Xeyr, burada isə sadəcə discount sözü keçib, yəni endirimlə. Doğru olanımız elə C variantıdır. 6-cı testə diqqət edirik. Dear Jessica, yəni əziz Jessica, thank you for applying for the job as a lawyer. Yəni bizə hüquqşünas kimi müraciət etdiyinizə görə təşəkkür edirik. We would like to invite you an interview at 11 a.m. on Tuesday, September 21st at our office. Biz sizinlə 21 sentyabr ofisimizdə həftənin ikinci günü saat 11-də intervyuya dəvət edəcəyik. Yəni sizinlə intervyu etmək istəyirik. You will meet the head of a company, Emily White, and interview will last for about 45 minutes. Siz bizim belə deyək kompaniyamızın direktoru Emily White ilə görüşəcəksiniz və intervyu təxminən 45 dəqiqə davam edəcək. If you have any questions or wish to change the interview date, please ring our email by September 12th. Əgər sizin hər hansı bir əlavə sualınız varsa və yaxud da intervyunun tarixini dəyişmək fikriniz olsa, sentyabrın 12-sinə qədər mənə yazınklə ya da email ilə müraciət edin və assistant Sophia Harris. Və A variantına diqqət edirik. Interview will last less than hour, half an hour. Intervyu yarım saatdan az olacaq. Xeyr, burada isə 45 dəqiqə göstərilir mətndə. Bir də Emily White və Miss Sophia Harris if Jessica change the interview date. Deməli Emily White Sophia Harris'lə görüşəcək əgər Jessica intervyu tarixini dəyişərsə. Xeyr, zaten burada ümumiyyətlə sadəcə təklif olunur, artıq tarix qeyd olunub. C variantında Jessica applied for the job as a head of the company. Jessica kompaniyanın rəhbəri kimi müraciət, xeyr, burada as a lawyer, hüquqşünas kimi işə müraciət edib. If Jessica has any questions, she won't be able to phone or email her assistant. Əgər Jessica'nın hər hansı bir sualı varsa və yaxud da tarixi dəyişmək istəsə, o müraciət edə bilməz, amma mətndə isə, burada isə qeyd olunur, if you have any questions, you can change. Yəni ki, sonuncu variantda əksinə olaraq tarixi dəyişməklə qeyd olunur. Doğrumuz elə sonuncu variantdır. Jessica is invited interview on by September 12th. Yəni Jessica sentyabrın 21-i intervyuya dəvət olunub. 7-ci qısa mətnə baxırıq. Hi Jane, salam Jane, you're invited to my birthday party. Sən mənim ad günümə dəvətlisən. It will be on Saturday at 3 p.m. at my house. Ad günüm saat 3-də, deməli şənbə günü evimizdə olacaq. You have to wear a special costume for the birthday party. Sən ora xüsusi geyimlə gəl, see you soon, görüşərik, Kinley Carler. Yəni sonda bunu dəvət edən adı qeyd olunub. O zaman A variantına baxaq. Carla will celebrate her birthday alone. Carla ad günü tək keçirəcək. Xeyr, tək keçirirsə nəyə görə? Invite, yəni dəvət edir dostunu. B variantında the birthday party will be held in the restaurant. Restoranda keçiriləcək. Xeyr, burada isə at my house, evdə göstərilir. The visitors should wear official dress for the birthday. Yəni iştirakçılar orada rəsmi geyim. Xeyr, burada isə special costume, özəl, yəni ad günü geyimi olmalıydı. E variantında Jane can participate at a party on Monday. Həftənin birinci günü ad günə dəvət olunub iştirak edəcək, amma burada isə Saturday, şənbə günü. Doğrumuz elə dedir. Jane should wear a specific dress for the birthday. Ad günü üçün özəl bir geyim geyməyi, yəni Carla ondan istəmişdi.